SSR dağıldıqdan sonra Azərbaycan 1991-ci ildə müstəqillik qazandı və bu Neftçi üçün də yeni dövrün başlanğıcı oldu. Artıq SSR çempionatında yox, Azərbaycanın öz çempionatında oynayırdılar. Neftçinin tarixində adını qızıl hərflərlə yazdıran Əhməd Ələsgərovun rəhbərliyi altında 1992-ci ildə keçirilən Azərbaycan çempionatının qalibi məhz Neftçi oldu. 1993-94-cü il mövsümündə ikinci dəfə Azərbaycan kubokunu qazandırdılar. Qeyri-stabil çıxışların nəticəsi kimi 1995-1996-cı il mövsümünə problemlərlə başlayan Neftçi qışda liderlər siyasətində yer almasına baxmayaraq məcburi baş məşqçi dəyişikliyinə getdi. Vaqif Sadıqov təzyiqlərə davam gətirə bilməyərək vəzifəsindən istefa verdi. Boş qalmış posta Asif Əliyev təyin edildi. Lakin bu təyinat yalnız rəsmi kağız üzərində belə idi. Komandanın baş məşqçisi funksiyasını üzərinə götürən Kazbek Tuayev Neftçiyə ikinci çempionluğunu qazandırdı. Neftçi üçüncü dəfə 1997-ci ildə çempion adına layiq görüldü. Lakin AFFA yekunda əsas və yeniyetmə komandaların topladığı xalların cəmiyinə əsas götürərək qızıl medalları Qarabağa verdi. Hər halda ədalət öz yerini tapdı. UEFA çempion qismində Neftçini tanıdı və Çempionlar Liqası iştirak hüququna da flaqman yiyələndi. Bir sıra uğursuz nəticələrdən sonra 1998-ci ildə Kazbek Tuayev vəzifəsindən azad edildi və bununla da Neftçi yenidən aşağıya doğru getdi. Belə ki, bir sonraki çempionluğa kimi komanda özünə gələ bilmədi. 2001-ci ildə komandanın başına yenidən Kazbek Tuayev gətirildi və bunun bəhrəsini Neftçi 3 il sonra gördü. 2004-cü ildə Ağqaralılar ikinci dəfə qızıl dövrə imza atdılar. Kazbek Tuayevin yetirmələri 2004-cü ildə həm milli çempionatda, həm də ölkə kubokunda hamıdan güclü oldular. Mövsümə arzu olunmaz start və liderdən xeyli aralı düşmək rəhbərliyin səbir kasasını doldurdu. Bu səbəbdən ötən il komandaya çempionluq qazandırmış Kazbek Tuayev istefaya göndərildi və boş qalmış posta Sovet dövründə uzun müddət Neftçidə çalışmış Ağasəlim Mircavadov təyin edildi. İlk dövrənin ortalarında komandanı çalışdırmağa başlayan təcrübəli mütəxəssis Neftçini bu sezonda çempionluğa daşımağı bacardı. Belə ki, Neftçi çempionatın sonunda Xəzərlənkəran klubu ilə eyni xal yığılğı üçün çempionu müəyyənləşdirmək üçün qızıl oyun keçirildi. Gəncə şəhər stadionunda keçirilən oyunda Ağqaralılar Xəzərlənkəranı 2-1 hesabı ilə üstüləyərək ardıcıl ikinci dəfə çempionluğunu bayram etdi. Bu çempionluqdan sonra Neftçidə işlər yolunda getmədiyindən Ağasəlim Mircavadovun vəzifəsinə son verən Neftçi heç cürə məşqçilər siyasətində sabitliyini saxlaya bilmədi. Bunun nəticəsi kimi komandada bir oyun sistemini oturtmaq mümkün olmurdu. Nəhayət 6 illik çempionluq həsrətinə son qoyan Neftçinin sükanı arxasında Arif Əsədov var idi. Neftçi ilə həm futbolçu, həm də baş məşqçi kimi çempionluq yaşamış ilk və hələ ki yeganə şəxsdir. Son çempionluğa baxmayaraq Avropada uğursuzluq Neftçidə növbəti dəfə məşqçi dəyişikliyinə səbəb oldu. Komandanın sükanı Böyükağa Hacıyeva tapşırıldı. Öz dəstxətti ilə seçilən mütəxəssis Neftçinin ardıcıl ikinci dəfə çempion olmasında əməyi böyükdür. 2012-2013-cü il mövsümündə də komandanı yaxşı hazırlayan və edilən transferlərlə heyətinə güc qatan Böyükağa Hacıyev Neftçidə ardıcıl ikinci dəfə çempionluq yaşamasından əlavə flaqmanın ardıcıl üçüncü dəfə Azərbaycanın ən güclü komandası olmasında rolu danılmazdır. Həmçinin Neftçi bu sezon yenidən adını Azərbaycan futbol tarixinə qızıl hərflərlə yazdırmağı bacardı. Belə ki, məhz bu sezon Avropa turnirlərinin qrup mərhələsində çıxış edən ilk Azərbaycan klubu olaraq adını tarixə yazdırdı. Bu mövsümdən sonra komandada yenidən qeyri-sabitlik hökm sürdü. Tez-tez dəyişən məşqçilər Neftçini zirvəyə daşımaqda çətinlik çəkdi. Bunda Qarabağın da güclənməsi böyük rol oynayırdı. 2020-2021-ci il mövsümünə də istənilən kimi başlaya bilməyən Neftçidə noyabr ayında məşqçilik postu Samir Abbasova tapşırıldı. 19 oyundan 14-ündə komandaya qələbə qazandırmaqla təcrübəli məşqçi Qarabağı geridə qoyaraq yenidən Neftçiyə çempionluq titulunu qazandırdı. Bu həm də Neftçinin bugünə kimi olan son çempionluğudur. Klubun maliyyə vəziyyəti son illərdə ciddi şəkildə pisləşib. Borcların artması, sponsorluq müqavilələrindəki problemlər, düşünülməmiş transfer xərcləri klubun maliyyə sabitliyini sarsıdıb. Misal üçün, son transfer dövründə alınan bahalı legionerlər gözlənilən effekti vermədi. Əksinə klubun maliyyə yükünü daha da artırdı.
Klubun idarə etmə strukturunda qeyri-sabitlik, tez-tez məşqçi dəyişiklikləri, yanlış transfer qərarları və qeyri-effektiv idarə etmə çöküşün əsas səbəblərindən biridir. Keçmiş rəhbərlərin və məşqçilərin qərarı, xüsusən də transfer siyasətindəki səhvlər komandanı bu günə gətirib çıxardı. Neftçinin son illərdəki prezident dəyişiklikləri klubun idarə etmə sabitliyinə də təsir edən əsas amillərdən biri olub. Məsələn, 2017-ci ildə Orxan Hüseynzadə Neftçinin prezidenti təyin edildi. Onun dövründə klubda struktur dəyişiklikləri həyata keçirildi və yeni idarə etmə modeli tətbiq olundu. Amma sadəcə bir il sonra 2018-ci ildə Kamran Quliyev prezident vəzifəsinə gətirildi. Onun rəhbərliyi dövründə Neftçi bir çempionluq, 3 gümüş və 2 bürünc medalı qazandı. Lakin 2023-cü ildə Kamran Quliyev vəzifəsindən azad edildi. Onun yerinə Fərrux Mahmudov prezident təyin edildi. O, biznes idarəçiliyi və marketinq sahəsində təcrübəyə malikdir. Fərrux Mahmudovun rəhbərliyi altında klubun performansı ilə bağlı nəticələr hələ də müzakirə mövzusudur. Bu dəyişikliklər klubun uzunmüddətli strategiyasına təsir göstərib və sabit idarə etmə modelinin olmaması Neftçinin çətinliklərlə üzləşməsinə səbəb olub. Son zamanlar tez-tez komandanın sükanı arxasında olan heyəti dəyişdirərək bir yol qət etmək olmaz. Çünki hər gələn məşqçi bir sistem oturtmağa çalışsa da yetərincə səbr göstərilmədiyindən işini yarımçılıq qoyaraq ayrılmasına səbəb olur. Bunun bir digər mənfi yanı da futbolçularda olur. Belə də düşünmək olar ki, bir iş yerində tez-tez müdir dəyişilsə, oradan nə uğurdan danışmaq olar. Bahalı lakin uğursuz transferlər, gənclərə üstünlük verilməməsi komandanın zəifləməsinə səbəb olub. Uğursuz transferlər həm komandanın oyununu, həm də maliyyə vəziyyətini pisləşdirib. Azərbaycan futbolunun gənclərinin inkişafına yetərincə önəm verilməməsi də böyük problemdir. Belə ki, transfer edilən bahalı legionerlər ya Neftçi səviyyəsində deyil və yaxud da zədələr və sair kimi səbəblərdən oyunlara çıxmayaraq kluba müsbət təsir göstərmədiklərindən nəticə olaraq ziyan yalnız Neftçiyə və kassasına dəyir. Transfer ağlının olmamasından gələn hər məşqçinin istədiyi futbolçular alınır. Amma ki, tez-tez edilən məşqçi dəyişikliklərindən alınan bir futbolçu yeni gələn məşqçinin sisteminə uyğun olmadığı üçün kənarda qalır. Neftçinin çöküş səbəblərinə değinmək üçün Neftçinin tarixinə göz gəzdirməyimizin səbəbi məhz budur. Gördüyünüz kimi, istər SSR dövründə, istərsə də müstəqillik dövründə Neftçinin ən böyük problemi qeyri-sabitlik və klubda tez-tez edilən dəyişikliklərdir. Belə ki, bu bir adət-ənənə kimi Neftçinin üzərinə yapışıb. 1-2 sezonluq çempionluq, sonra isə uzun bir ara. SSR dövründə kommunist rejim tərəfindən bəzi sıxıntıların yaranmasını başa düşmək olar. Bəs müstəqillik dövrü Neftçi rəhbərliyinə nələr maneə olur ki, klubu belə bir vəziyyətə gətirib çıxarırlar? Ən gözəl imkanlar Neftçinin əlində ola uşaq futboluna edilməyən dəstək legioner futbolçuların ciblərini və yaxud da transfer edilən klubların kassalarını doldurur. Bu videodan da bu qədər. Bəs sizin fikrinizcə Neftçinin çöküş səbəbləri nələrdir? Fikirlərinizi şərh bölməsində qeyd edə bilərsiniz. Kanala abunə olub videoları bəyənməyi unutmayın. Hələlik.